Davam edirik değerli izleyicilerimiz, programımıza yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Gününüz xeyirli, uğurlu olsun. 077 379 0747 qaynar xətt nömrəmizdir. Gördüyünüz, şahid olduğunuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və yaxud da ki video göndərə bilərsiniz. Eyni zamanda şikayətiniz varsa və bizim proqramda işıqlandırmağımızı istəyirsinizsə, şikayətinizi də qaynar xəttimizə video formatda və üzərindən şərhini etməklə göndərə bilərsiniz. Davam edirik değerli izleyicilerimiz. İrəvana gedən Azərbaycanlılar Göy Məscidi niyə ziyarət etmədilər? Günlərdə bununla da bağlı sosial şəbəkələrdə suallar dolaşır və müzakirələr aparılır. Xəbər verdiyimiz kimi 21-22 noyabr 2025-ci il tarixində Sülh Körpüsü təşəbbüsü çərçivəsində Ermənistan Vətəndaş Cəmiyyəti nümayəndəsindən ibarət qrupun Azərbaycana səfəri baş tutdu. Ondan öncə də bilirsiniz ki, Azərbaycanın nümayəndələri İrəvana səfər etmişlər və səfər çərçivəsində təşəbbüsün Ermənistandan olan nümayəndələr deməli bir neçə şəxs, hansı ki onlar Azərbaycana gəlmişdilər. Onlar Azərbaycanlı olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşdülər. Bakıya gələn erməni ekspertlər şəhərin tarixi və müasir yerlərini, həmçinin erməni kilsəsini ziyarət etdilər. Azərbaycan nümayəndə heyəti İrəvana səfər eləyərkən şəhərdə yerləşən tarixi Göy Məscidi ziyarət etməmişdilər. Bu isə sosial mediada geniş suallar doğurmuşdu. Cənubi Qafqaz Təhqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov İrəvana səfəri ilə bağlı ictimai müzakirələrdə yer alan məsələyə aydınlıq gətirib. Fərhad Məmmədov müsahibəsində bildirib ki, səfərlərin marşrutu və proqramı qəbul edən ölkə tərəfindən müəyyən edilir və qarşı tərəfə təqdim olunur və onun sözlərinə görə İrəvana səfər zamanı təqdim edilən rəsmi proqramda Göy Məscidə baş çəkmək ümumiyyətlə nəzərdə tutulmamışdı. Biz isə Bakıda erməni kilsəsinə səfəri öz proqramımıza daxil etmişdik. Biz buna hazırıq deyə Fərhad Məmmədov qeyd edib və bildirib ki, Göy Məscidin idarə olunması hazırda İran tərəfindən həyata keçirilir. Onlar buna hazır deyirlər hələ, çünki Göy Məscid və onun idarə edilməsi İran tərəfindən həyata keçirilir deyə ekspert qeyd edib. Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin bir-birinə, yəni hər iki ölkəyə səfər etməsi ilə bağlı danışmışkən, bilirsiniz ki, müğənni Samirə Əfəndinin erməni iştirakçıya 12 bal verməsi Azərbaycan cəmiyyətində böyük səs-küy yaratdı və deyərdim ki, böyük etiraza səbəb oldu. Və bütün bu hadisələrə, bu müzakirələrə son qoymaq üçün ötən gün Space televiziyasında yayımlanan Tarixin bir günü verilişində Tarix Əliyev öz efirinə Samirə Əfəndini dəvət etdi. Və Tarix Əliyevin də özünə görə sualları var idi və Tarix Əliyevi də maraqlandıran məqamlar var idi. Eyni zamanda da ictimaiyyət nümayəndələrini, cəmiyyəti maraqlandıran suallar var idi ki, məhz o proqramda o suallara aydınlıq gətirildi. Samirə Əfəndi ötən gün Tarixin bir günü verilişində nələr danışdı? Düzdür, ötən günü çox geniş rezonansa səbəb oldu yenidən onun açıqlamaları, müğənninin açıqlamaları və demək olar ki, ötən gün bütün gözlər Space televiziyasında idi. İstəyir bu mətbuat nümayəndələrinin olsun, istəyirsə də ki, bu cəmiyyət üzvlərinin olsun, hansı açıqlamanı verəcək və erməniyə 12 xal verib ardından da qucaqlamasına hansı aydınlığı gətirəcək, hansı şərhi verəcək deyə çox saylı insanlar Tarixin bir günü verilişini izlədilər. İzləməyənlərin diqqətinə həmin o verilişdən bəzi nüanslar var ki, xəbərin izində proqramında təqdim etmək istəyirik, çatdırmaq istəyirik və bunun ardından da təbii ki, bununla da bağlı fikirlərim olacaq.